Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər sınaqda olan 71 və 95 aralığındakı sualların izahını baxmış olacağıq. Baxaq görək, suallara necə yanaşmaq lazım idi və necə həll etmək lazım idi. Birinci sualımız üçün bir ağ vərəq yaradaq və qeyd edilən hissələri sistemləşdirək. Avtomobil istehsalı üzrə konserin keçirdiyi müşavirdə 4 mühəndisdən A, B, C, D-dən hər biri 2 layihə təqdim edir. Deməli, burada kimlər var? A var, B var, C var, bir də D var. Hər biri bir mikroavtobus, bir də avtomobil layihəsi təqdim edir və burada müşavirənin gedişində onlar birinin mikroavtobus layihəsi digərinə, digər avtomobil layihəsi o birisinə, yəni eyni olmamaq şərti ilə hər birinin layihəsi qarışıq şəkildə bir-birinə düşməlidir. Bunlarla bağlı bir məlumat verir ki, A'ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşdü ki, gəlin sistem cədvəlimizi tamamlayaq. Qiymətdə deyilənləri yerinə yazanda daha rahat görəsiniz. Burada qeyd edək mikroavtobus layihəsini, mikroavtobus. Bir də nə idi? Avtomobil. Burada yazaq avtomobil. Deməli deyir ki, A'ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşdü ki, həmin mühəndisin avtomobil layihəsi ilə B tanış olurdu. Deməli, həmin mühəndisin avtomobil layihəsi ilə B tanış olurdu. A'ya da həmin mühəndisin mikroavtobus layihəsi düşmüşdü dediyinə görə. Cümlə biraz çətin gələ bilər, ağır gələ bilər, amma diqqətlə oxuyanda o qədər də qeyri-adi bir cümlə deyil. Tam dərk eləmək olur. A'ya o mühəndisin təqdim etdiyi mikroavtobus layihəsi düşdü ki, bir A'ya nöqtəni qoydum. Həmin mühəndisin avtomobil layihəsi ilə B tanış olurdu. Ona görə B-yə də bir nöqtə qoydum ki, A-nın mikroavtobus layihəsindən, B-nin avtomobil layihəsindən həmin hissələrə yaşıl nöqtə qoyduğum yerə mən eyni şəxsi yazacağam, amma kimdir hələ bilmirəm. Sonra yazır ki, bu zaman B-nin mikroavtobus layihəsini öyrənən mühəndis həm də A-nın avtomobil layihəsini nəzərdən keçirirdi. Burada konkret olaraq söhbət hansıyla getdiyini bilməlisən. Bilmirəmsə mən onu necə qeyd edeyim? Yəni, əvvəlki cümlə ilə bu cümlə oxşarlığı yoxdur. Bu cümlədə konkret olaraq deyir ki, B-nin mikroavtobus layihəsi öyrənən mühəndis həm də A-nın avtomobili, yəni B-A-nı harasa yazmalısan bu formada. Bu C-də ola bilər, bu D-də ola bilər. Amma bilmirəm axı C-də yoxsa D-də, ona görə həmin hissələrə heç getmirəm. Bir dənə konkret cümlə verir. Deyir ki, C-yə D-nin avtomobil layihəsi düşmüşdür. C-yə D-nin avtomobil layihəsi düşübsə, bura yazsan D-ni və davamı çox rahat şəkildə gəlmiş olur. Sonra soruşulan hissə nədirsə, ən axırda baxarıq. Deməli, əgər C-yə D-nin avtomobil layihəsi düşübsə, avtomobil layihələrinə nə qalıb? A qalıb, B qalıb, bir də C qalıb. Normal olaraq mən A-nı yaza bilmərəm bu hissəyə, çünki eynisi ola bilməzdi. B-ni yaza bilmərəm, bura uyğun gəlsə də B-nin avtomobil layihəsi öz layihəsinə baxmaz, ona görə uyğun gəlmir. Və mən bura yazacağım, bizə dənə hərf qalır, layihə qalır ki, o da C-ni yazmağımdır. Başqa D getmişdi, A, B olmazdı, bir dənə C qalmış olur. Bunu da C-ni yazdıq bu hissəyə. C ilə D gedəndən sonra avtomobil layihələrindən qalır nə? A ilə B. Təbii ki, A-nın avtomobil layihəsinin A yazısı deyilsən, çünki öz layihəsinə baxmaz. Avtomatik olaraq keçir bu D-nin altına. Burada bir dənə B qalmışdı, B də düşür bu hissəyə. İndi bayaqlarım bu cümlə vermişdi və biz onu tətbiq eləməmişdik. Deyirdi ki, B-nin mikroavtobus layihəsini öyrənən mühəndis həm də A-nın avtomobil layihəsini nəzərdən keçirir. Baxıram görüm, A-nın avtomobil layihəsini nəzərdən keçirən mühəndis kim idi? A idi da, düzdür. Ona görə gətirirəm, həmin hissəyə də nə yazmış olaram? B yazıram. Çünki A-nın, yəni avtomobil layihəsini nəzərdən keçirən şəxs eyni zamanda B-nin mikroavtobus layihəsini öyrənən mühəndis idi. Yəni, bu mühəndis D-dir. Qalır mikroavtobus layihələrindən A ilə D. A ilə D-ni görsən, normal olaraq ikisi də bura uyğun gəlmiş orada B-nəsəyə baxanda. Amma mən bura D-ni yazsam, aşağıdakı D ilə toxuşacaq axı, fərqli olmalı deyə 100% D-ni bura yazıram, A-nı da bura yazmış oluram. Hər şey tapıldı mı? Bəli, tapıldı. Bizə deyir ki, D kimlərin mikroavtobus və avtomobil layihəsi ilə tanış olurdu? B-nin mikroavtobus, A-nın avtomobil. A-nın avtomobili, B-nin mikroavtobusu hansı variantdadır? B variantındadır. 71-ci sualımızı həll eləmiş olduq. Biraz bu cümlələr ağır gələ bilər, yəni anlaşılması çətin ola bilər, amma qeyri-adi bir şey deyildi. Çətin sual saymaram mən bu sualı. 72-ci sual. Qatlanmış vərəqdə kəsrlər edilib, fikrən vərəqi açın və kəsrlərin koordinatlarını müəyyən edin. Kibəsə koordinatla qeyd edir və misal üçün indiki məqamda bu kvadratı görürsünüz 2K yazılıbdır. Çünki həmin bu hissə 2 ilə K-nın kəsişməsində deyə yazır. Daha sonra biz bu şəkli açmalıyıq. Açandan sonra buradakı kvadratlar hansı mövqeyə düşürsə, həmin mövqələrin koordinatlarını, variantlarını seçməliyik. Mən bilirəm ki,
bu şəkil bir dəfə yuxarıya açılacaq, düzdür? Bir dəfə yuxarıya açılanda kvadrat gəlib hara düşür? Kvadrat gəlib düşür bu hissəyə. Kvadrat gəldi bura. Yəni bir dənə kvadrat oldu. Bir dənə görürəm ki, yəni normal olaraq asılandan sonra tək qaldı da bu. Bu yuxarıdan aşağı fırlanda o kvadrat gəlib düşür bu küncə. Deməli, sənin həm kvadratın burada olacaq, birini vermişdi. Həm aşağı küncdə olacaq, həm də yuxarı küncdə olmuş olacaq. Sol, yuxarı küncdə. Dediyim kimi, normal olaraq şəkli heç bunu görmüyor sanki. Normal olaraq şəklini açmalısan. Şəkli açanda nə olur? Yuxarıya bir dənə kvadrat düşməlidir. Bir də bu üç bucaq yuxarıdan aşağı açanda küncünə nə düşməlidir? Kvadrat düşməlidir. İndi həmin kvadratların koordinatını burada müəyyənləşdirməlisən. Bu birinci kvadratın koordinatı nədir? 1K. Yəni 1-dən K-nın kəsişməsində. Deməli, cavabların olmalıdır 1K. Sonra 2K zaten var idi. Özü vermişdi onu. 2K. 1K, 2K olan ilə A variantı var. 6N. Bəli, həqiqətən də 6 və N-in kəsişməsində olan hissə də mənim şəklimdə var idi. Küncdə bir kvadrat əmələ gəlmişdi bu şəkli açandan sonra. Bitdi. Yəni birinci bu hissəyə baxmamalısınız, beyninizi qarışdırmasın deyə. Normal elə bilin ki, bir dənə sual verib, bir dənə kəsiyi aparıbdır. Kəsiyi açmalısın. Açanda biri gəlir bura düşür, bir də gəlir bura düşür. Hə, indi kvadratların yerini müəyyənləşdirəndən sonra deyirsən ki, bunları adlandırsam, necə adlandıraram? 1K, 2K və 6N. Yəni kəsişmədən söhbət gedir. Cavabımız olur A variantı. 70-də yazır ki, Arzu və Orxan müxtəlif maşınlarda 300 km məsafədə yerləşən evlərinə yola düşürlər. Arzunun getdiyi mini avtomobilin orta sürəti 60 km/saat, Orxanın mindiyi yük avtomobilinin orta sürəti isə 50 km/saatdır. Deməli, 300 km yol varsa, getdiyi sürət də 60 km bölünmüş saatdırsa, onda 300-ü bölürsən 60-a eləyir nə qədər? 5 saat. Getdiyi zamanı tapırsan. Orxanın mindiyi avtomobil, yük avtomobilin orta sürəti 50 km/saatdır. Əgər 300 km yol varsa, 50 km bölünmüş saatla gedirsə, 350-yə bölürsən eləyir 6 saat. Sonra deyir ki, səfər müddətində Arzu ümumilikdə 1 saat 20 dəqiqə, Orxan isə yarım saat dayansa, Arzu 1 saat 20 dəqiqə dayanırsa, 5 saat yolda olmuşdu, 1 saat 20 dəqiqə dayanması oldu 6 saat 20 dəqiqə. Orxan isə yarım saat dayanmışdı, oldu nə qədər? 6 saat 30 dəqiqə. Onların evə çatma arasındakı fərqi göstərən ədədin özünü soruşur. Onlar arasındakı fərq nə qədərdir? 6 saat 20 dəqiqə Arzu çatdı, 6 saat 30 dəqiqədə Orxan çatdı. Deməli, 10 dəqiqə var. Bu 10 dəqiqəni cavabı kimi seçməyin. Çünki səndən o onun 10%-ni soruşur. Biraz çaşdırıcı hissə kimi nəzərdən qaça bilərdi. Onun da 10%-i təbii ki, eləyir 1. Cavabımız olur 73-də Y variantı. Gəldik 74-cü suala. 74-cü sual biraz göz yanıltması ilə olan bir sual idi. Belə baxanda bir kuba oxşuyur sanki. İlk baxışdan yanıldır. Kubun ilk görünən 3 üzü kimi yuxarı üzü, sağ üzü, bir də sol üzü. Amma dediyim kimi yenə deyirəm, şəkil yanıldırdı insan. Ola bilər əksəriyyət görəndə elə birbaşa kub salı olmadığını görəsiniz, amma bir neçə dəfə rastlaşılan tələblərdə ki, mən bu kubdur, kubun oxşar üzəri falan olmadığı burada deyil. Burada kub deyil. Yəni normal bildiyiniz 1, 2, 3, 4, 5, 6 dilindən ibarət olan 6 bucaqlıdır. Buna o formada baxırsınız və şəkil ardıcıllığı mövzusudur. Bir-bir analiz eləməlisiniz. Misal üçün, baxın bu bir xət, bir addım qabağa keçədi, burada oldu. Bir addım qabağa keçədi, burada oldu. İndi bir addım da hərəkət eləyib, sual şəklində bu hissədə olmalıdır. O hissədə olmayan variantları çıxsam, A-nı çıxaram, bir dənə A-nı çıxaram. Digərlərində həmin hissədə. Tək xətt var deyə burada D bəndində çıxaram buradan. Tək xətt orada yoxdur deyə. Sonra 2 xəttə baxıram. 2 xətt buradadır. 1, 2 addım hərəkət edir, gəldi bura. 1, 2 addım hərəkət edir, gəldi bura. 1, 2 addım hərəkət edib, gəlib burada olmalıdır. B-də, C-də var, Y-də yoxdur deyə çıxıram. Qaldı 2 dənə variantım. İndi gedirəm nəyə baxmağa? Xəttlərə baxmağa. Bir xəttlər var. Bir xətt buradadır, düzdür. Bir addım geri getdi, buradadır. Bir addım geri getdi, buradadır. İndi növbətim elədir, bir addım geri getdi, burada olmalıdır. Zaten C bəndə yoxdur. Çıxırsan, cavab qarına B variantı. Ürəyimizdə qalmasın deyə, xal qalmasın deyə bunu da yoxlaya bilərəm. 2. 1, 2 addım qabağa getdi, buradadır. 1, 1. 2 addım hərəkətlədi, buradadır. 1, 2 addım hərəkət edib, burada olmalı. Yəni, üçü də bir yerə düşür. Həqiqətən də B bəndində həmin vəziyyət var idi. Cavab oldu 74-də. B variantı. Verilən fiqura uyğun açışı seçin. Yığılmış bir kub verir və səndən istəyir ki, onun üstü açışını tapasan. Yəni, sadə sual tiplərindən sayılır bunlar. Çünki əlavə üzlər verilməyib ki, bir çaşqınlıq yaratır. Sadəcə mövqe baxımından artıq hansının düz, hansının səhv olduğunu baxmaq lazımdır. Birinci münasibət baxımından yoxlasam, deyərəm ki, Y variantı səhvdir. Bunlar yığılmış kubda ilə də görsənirsə, deməli bunlar qarşı üz ola bilməz. Buna görə səhv çıxdı. Sonra bir-birinə münasibətinə görə. Baxın, qara kvadrat
bu tərəfə ağ üçbucaq tərəfdən birləşir. Görürsünüz, ağ üçbucaq tərəfə baxır. Amma A bəndində bu qara kvadratın qara üçbucağa baxdığını görürəm. Nə olur olsun, istəyirsən fırlat, istəyirsən hansı tərəfdən baxsan bax, bunların münasibəti heç vaxt bir-birinə dəyişmir. Yəni bu qara kvadrat burada ağ üçbucaq tərəfə baxırsa, deməli bütün hissələrdə də hansı vəziyyətdən baxsan bax, yenə də həmin vəziyyət qorunub saxlanır. A bəndi ona görə səhvdir. Eyni zamanda C bəndini yox, həmin şeyə görə çıxa bilmərəm. C bəndini qarşılıq qaydasına görə çıxıram. Normal olaraq kub açılışı belə deyil, düzdür? Onu normal kub açılışına gətirmək üçün nə edərəm? Deməli, bu normal kub açılışına deyil. Çünki normal kub açılışına nə deyirdik? Deyirdik ki, bir dəfə 90 dərəcə fırlatmaqla 4'ü ortada, biri aşağı və yuxarıda hissələr almaqla tapa biliriksə, həmin hissəni, həmin variantı götürə bilərik. Amma indiki məqamda C bəndini bir dəfə aşırtmaqla bu hissəni tapa bilmərəm. Yəni tək tərəfli qalır. Yəni 5 dənə ortada öz olmuş olur. Və yaxud da ki, bunu yuxarıdan aşağı fırlatsam, yenə də ikisi aşağı üzə düşmüş olur. C bəndi ümumiyyətlə kubun açılışı deyil. Ümumiyyətlə kub açılışı deyil. Qalır B variantından D variantı. İndi məsələ nədir? Məsələ odur ki, bir analiz edir hər iki varianta görə hansında doğrudur. B bəndində deyir ki, bu hissənin üzərində üçbucaq deyək də buna. Üçbucaq üstündə kvadrat olanda sol tərəfində kvadrat var. İndi görək, üçbucaq üstündə kvadrat olanda sağ tərəfində kvadrat var. Axı əsas şəklim sağ tərəfində olsun deyir. Mən də buna bu tərəfdən baxanda görürəm sol tərəfinə düşüb. Hətta ondan əlavə heç mövqe baxımından deyə bilmirsinizsə, münasibət baxımından da görə bilərsiniz. Bu kvadrat balaca ki kvadrat tərəfə birləşir. Amma B bəndində o kvadrat biri düzbucaqlı, biri kvadrat tərəfi olan hissəyə birləşir deyə. Səhvdir. Cavab qarşına D variantı. Həqiqətən də baxa bilər. Bax, buradan durub baxırsınız. Deməli, üçbucağın üstündə kvadrat, sağında da qara kvadrat. Üçbucağın üstündə kvadrat, sağında da qara kvadrat. Qara kvadrat iki kvadrat tərəfdən birləşir. Bunu bir dəfə aşırtsan, həqiqətən onda görmüş olarsan ki, iki qara kvadrat tərəfdən birləşir və cavabımız da D variantı olmuş oldu. Belə uzatmalı başqa bir şey yoxdur, dərin bir şey yoxdur. Yazır ki, sinifdə şagirdlərin sayı 26-dan çox deyil. Onlardan 8-i qızdır. Şagirdlərin 3-ü dərsə gəlməyib, gələnlərin 4-də 3-ü oğlandır. Sinifdə neçə oğlan oxuyur? Gəlin baxaq, 26 şagird var. 26 şagird var. 26 şagird deyə bilmərik, 26-dan çox deyil deyir. Düzdür? Onlardan 26-dan çox deyilsə, 26 da 26-dan çox deyil. 26-dan 8-i deyir qızdır. Bu olsun 8-i qız. Onda neçəsi olmuş olur? 18-də oğlan olmuş olur. Şagirdlərdən 3-ü dərsə gəlməyib. Gələnlərin də 4-də 3-ü oğlandır. Deməli, sən elə bir hissə götürməlisən ki, elə bir say götürməlisən. İndi burada 26-ını yazmamız o qədər də doğru deyil. Çünki sinif şagirdlərin sayını dəqiq bilmirik. Sadəcə 26-dan çox olmadığını deyir. Deməli, şagirdlərin 3-ü dərsə gəlməyib deyəndə, 3-ü gəlməyib deyəndə, gələnlərin də 4-də 3-ü tapılacaq deyə, normal olaraq insan sayından söhbət gedir deyə, sən 4-də 3-ü tapıla biləcək bir ədəd verməlisən. Bir rəqəm və ədəd deyək, rəqəm. Bir ədəd verməlisən bura. Misal üçün, sinifdəki şagirdlərin sayı 24 olsa, ondan 3-ü gəlməsə, yerdə qalır 21 nəfər. Sən axı 21-in 4-də 3-ünü tapa bilməyəcəksən. Çünki 21-i 3-ə vursan 63 eləyir, 4-də də böləndə qalıqla bir hissə alınmış olur. Düzdür? Həmin hissədə deməli şagirdlərin sayı uyğun gəlməyəcək. Sinifdə 25 şagird olduğunu düşünsən, yenə də həmin hissədə uyğunsuzluq yaranacaq ki, ikisi getdi, 3-ü getdi daha doğrusu, 22 qaldı. 22-nin 4-də 3-ünü tapa biləcəksən? Yox, yenə bölünməyəcək. Deməli, nə 25, nə 26 da olsa o mümkün deyil. Çünki 3-ü gedir, 23 qalır, 23-ü 3-ə vurub 4-də böləndə alınmır. Deməli, burada sinifdəki uşaqların sayını sən 23 düşünməlisən ki, 23 düşünəndə 23-dən 3 nəfər gəlməsə, olur 20 nəfər. 20-nin 4-də 3-ü oğlandır dediyinə görə 20-nin 4-də 3-ünü tapıram. Eləyir neçə? 15. Deyir sinifdə neçə oğlan oxuyur? Elə 15 oğlan oxuyur. Cavabımız olur nə? A variantı. 15 dənə oğlan oxuyur. Düzdür? 15 dənə oğlan oxuyur. Plus 8 dənəsi də qızdır. Üstünə də 8 gəlsə neçə eləyir? 23 nəfər eləyir. Düzdür? 23. Deməli, gəlməyən şagirdlərin 3-ü dərsə gəlməyib dediyi hissədə dərsə gəlməyənlərin hamısı qızlardır. Bunu belə nəzərə almaq lazımdır. Belə, yəni burada əsas məsələ insan sayı tapılacaq deyə o 4-də 3 hissəsində idi ki, neçə şagird olduğunu düşünəsən. 26-dan çox düşünməyib, 26-dan aşağı qiymətlər vermədin, 25-24-də alınmırdı, 26-nın özündə də alınmırdı, 23 qoyanda isə çox rahat şəkildə alınırdı. 22, 21, 20 qiymətlərində yoxlasaq deyirsiniz ki, həmin hissələrdə uyğunsuzluqlar yaranır. Deməli, gəldik 77-ci suala. Deyir ki,
fiqurun ixtiyari çevrilməsi nəticəsində alınan cavabı seçin. Baxaq görə ixtiyari çevrilmə nəticəsində hansı alına bilər? Birbaşa çıxa biləcəyimiz cavab variantı varmı deyə baxsam. Varmı deyə baxsam. Elə hələ ki birbaşa çıxa biləcəyim variant kimi görsənmədi. Yox, onu da çıxa bilmirəm. Deməli, burada fırlatmalara baxmaq lazımdır. Misal üçün, dedik ki, ixtiyar çevirmə deyirsə, istənilən cür fırlada bilər anlamına gəlməlidir. Çıxacağım variant C variantıdır. Niyə? Çünki fikir versə 3 qara, sonra 2 belə, 1 belədir. Amma burada ümumiyyətlə qara hissədən söhbət getmir. C bəndən çıxıram, deyirəm də burada olmamış olmaz birbaşa çıxacaq variant. D variantında birbaşa çıxıram. Niyə? Çünki belə düzülüş yoxdur. İxtiyara çevrilmə o demək deyil ki, içəridəki fiqurlar dəyişsin. İçəridəki fiqurların dəyişməsini mən nəzərə alsam, o da bütün variantları doğru qəbul edərəm. Bu düzgün yanaşma deyil. Ümumi olaraq fırladılma olmalıdır və fiqurların hissəsində hərəkətinə də baxmaq lazımdır. Deməli, bu hissə olduğu kimi qalmalıdır münasibət bir-birinə. Sadəcə istiqamət olaraq, ixtiyari olaraq fırlatmış olacaq, hansı istiqamət olacaqsa artıq. Deməli, qaldı 3 dənə variantımız düzdür. A bəndi, B bəndi, bir də Y bəndi. Da ki, B bəndi oxşuyur. Niyə? Güzgü əksinə. Yuxarıdan aşağıya çevirsən, həqiqətən bax bu hissə eyni ilə düzbədüzdür. Bu hissə yenə doğrudur. Bu hissə yenə doğrudur. Bircə dənə B bəndinin səhvi nədən ibarətdir? Bu xətt yuxarıdan aşağıya güzgü əksi olunanda bu formada verilsəydi, əgər mən B variantını doğru qəbul edərdim. Amma yuxarıdan aşağı güzgü əks eləməyinə baxmayaraq bu xətti olduğu kimi saxladığına görə B variantı yanlış olmuş olur. Y bəndinə baxıram. Y bəndində də həmçinin yenə xətt xətası var. Çünki istiqamət baxımından bu fiqur bir dəfə 90 dərəcə qabağa çevirib, sonra güzgü əks eləyəndə, yenə baxın bu fiquru sadəcə bu hissəsini deyəcəm. 90 dərəcə yuxarı qabağa çevirəndə o şəkil, deməli bax bu formada olur. Fikir verirsinizsə, dediyim kimi, yenə vaxt getməsin deyə bu fiqurun digər hissələrini çevirmirəm. Zaten eyni şeylərdir, fiqurlardır. Fırladan zaman heç bir dəyişiklik olmur. Mən bu şəkili, sadəcə bax bu şəkili 90 dərəcə çevirsəm, 90 dərəcə qabağa çevirəndə bax bu kvadrat yuxarı hissəyə gəlib düşür. Özü də bu formada, xətt olur bu formada. Ondan sonra mən bir güzgü əks eləsəm, bununla digər hissələr yenə bir-birinə oxşar olur. Sadəcə xətt yenə burada bu istiqamətdə və Y bəndinə də bu istiqamətdə verdiyinə görə yenə də yanlış olur. B bəndə necə ki, yuxarıdan aşağı güzgü əks olanda istiqamətlə eyni qalmışdı, eləcə də Y bəndində qalmışdı deyə səhv olur. Zaten Y bəndi ilə A bəndinə diqqət eləsəz, deyəcəm bir dənə fərq oldu, yox, 2 dənə, 3 dənə fərq var imiş. Sırf eyni düzülüş deyilmiş. Y bəndinin səhvi də yenə xəttin eyni istiqamətdə qalması olur deyə çıxırsan. Böyük ehtimal cavabımız A variantı. Görək, A variantı necə alarıq? A bəndini, bəli, elə şəkli bir dəfə 90 dərəcə çevirib, sonra güzgü əks eləsək, alındıra bilərik bunu, baxaq. Yox, daha rahat belə eləyə bilərik. Baxın, buradan bölürəm güzgü əksi kimi, geriyə fırladıram. Yəni, bunun burada güzgü əksini düşünün, geriyə fırlasaz, istəsəz şərt olaraq şəkildə çəkim. Sırf o xətt hissəsinə görə. Güzgü kimi geriyə fırlasam, burada olur qara, burada olur X, burada olur qara, sonra burada olur X, burada olur qara, burada olur ağ, burada olur X, sonra xətt məsələsində geri çevirilər zaman olur bu formada. Xətti geri çevriləndə. İndi onu da yuxarıdan aşağıya, bax, onu da yuxarıdan aşağı güzgü əks eləyin. Eyni şəkildə baxın, qara hissələr, X hissələr, qara hissə. X güzgüdən uzaqdadır, X güzgüdən uzaqdadır. Qara isə güzgüdən uzaqdadır, yəni. Güzgüyə yaxınsalar ağdır. Xətt burada bu formadadır. Yuxarıdan aşağı çevriləndə bu formada düşürmü? Yuxarısında X, yuxarısında ağ, hər şey qaydasındadır. Deməli, bu şəkili bir dəfə sağdan sola doğru güzgü əksi, bir dəfə də yuxarıdan aşağıya güzgü əks eləsəm, A bəndini almış olaram. Bu da olur mənim ixtiyari çevrilməm. 78. İki dost oyun oynayır. Birinci oyuncu 1, 2, 3 və ya 4 ədədlərdən birini seçir, ikinciyə deyir. İkinci oyuncu yenə 1, 2, 3, 4 ədədlərindən birini deyilmiş ədədə əlavə edir, cəmi birinciyə deyir. Yəni, misal üçün, mən 1 deyirəm, sən 2 deyirsən. Yəni, cəm oldu artıq 3. Yəni, birbaşa cəmli 3 də deyə bilərsən. Misal üçün, mən 4 dedim, sən 1 dedin, oldu 5. Mən deyirəm 2, yəni oldu 7. Sən deyirsən 3, yəni oldu 10. Mən deyirəm 4, oldu 14. Sən deyirsən 1, oldu 15. Mən deyirəm 2, 17, sən deyirsən 3 oldu 20. Bu formada davam edir. Yəni, mən neçə qiymətini deyirəmsə, hamısı sən də təbii ki, deyə-deyə nə olmuş olur? Arta-arta gedir. Bu formada gedir. Və məsələ odur ki, ilk 40 ədədini deyən oyuncu qalib sayılır. Çox maraqlı sual idi. Belə bunun izahını öyrəndən sonra ətrafınızdakı dostunuzla, tanışınızla da oynaya bilərsiniz. Çünki o, əgər o strategiyanı bilmirsə artıq birinci oyuncu mövqeyindən olmayın, heç var, ikinci oyuncu mövqeyində olun. İndi görəcəksiniz niyə deyirəm. Deməli, bunu 40 ədədi böyütdə
Onun oxşarı olan bir dənə kiçik qiymət götürürəm 10. O da tam ədəddir, bu da tam ədəddir. Eyni şeyə gəlib çıxmış olur. İndi görəcəksiniz. Həmin hissədə strategiya məsələsi var ki, 1, 2, 3, 4-ü necə desin? Yadda saxlayın, həqiqətən də belə bir strategiya var. Burada şərtlər verir ki, bunlardan hansı doğrudur? Yadda saxlayın, ikinci oyunçu bir strategiya, yəni bu oyunçunun olan strategiyanı bilsə, istənilən oyunda qalib gələ bilər. Misal üçün, sən birinci oyuncusan, mən də ikinci oyuncuyam. Deyirəm, başla. Sən başlayıb deyirsən 1, mən deyirəm 5. Yəni 4 dedim, üstünə gəldim, elədi 5. Sən deyirsən, misal üçün 2, elədi 7. Mən 4-cü mənim sıramda, düzdür? 3 deyirəm, olur 10, qalibəm. Və yaxud ki, sən 2 ilə başlasan, mən yenə 5-ə tamamlayacam. Sən 1 desən, olur 6, mən yenə 10 deyirəm, tamam, uduram. Və yaxud da ki, sən 3 desən, mən yenə 5 deyirəm. Çünki 2-yə tamamlayıram. Yəni, məqsəd burada nədir? Bunu dərk eləyin. 5-ə, 10-a, 15-ə, 20-yə, 25-ə, 30-a, 35-ə tamamlamaqdır. Sən qarşındakı rəqibin dediyi qiymətlərin hamısını 5-ə, 10-a, 15-ə tamamladınsa, hər oyunda qalib sənsən. Qarşındakı 4 desin, sən denən 1, cəmi oldu 5. Qarşındakı 1 desə, sən yenə 4 de, cəmi yenə olsun 5. Qarşındakı 2 desə, sən 3 de, cəmi yenə olsun 5. Yəni, hər məqamda 5-ə tamamlamağı bacara bilirsən. İkinci oyuncu mövqeyindəsənsə. İndi, misal üçün, burada indi ona qədər gəlir, düzdür? Mən dedim, birinci oyuncu dedi 2, mən də dedim 2. Oldu 4, artıq birinci oyuncu strategiyanı tutsa, 1 deyib, artıq oyunu əl almış olacaq. Deməli, məsələ nədir? Elə bir strategiya var ki, birinci oyuncusunun oyundan nasıl olmayaraq ikinci hər zaman qalib olur. Cavabımız olur nə? 2. Desək ki, bir dənə yazın. Elə bir strategiya var ki, ikinci oyuncusunun oyundan asılı olmayaraq birinci hər zaman qalib gəlir. Elə bir strategiya yoxdur. Çünki birinci 3 deyəndə mən onu 5-ə tamamlayıram. 4 desə 9 olur, mən 1 deyib 10 qalib gəlirəm. 1 desə 6 olur, mən 4 deyib 10-a tamamlayıb qalib oluram. 2 desə 7 olur, 3 deyib 10-a tamamlamış oluram. Yəni, istənilən məsələdə bunu çox uzadıb beyninizdə yormaq istəmirəm. Sadəcə başa düşün ki, rəqibin neçə deyirsə, sən onu 5-ə və yaxud da ki 10-a, 15-ə, 20-yə, 25-ə tamamlamalısan. Tamamladınsa, oyunun qalibi hər zaman sənsən. Və sən də rəqibin də 1-dən 4-ə qədər ədədlərdən birini deyirsən. Və bu rəqəmlər də dedikcə cəmlənir. Yəni, rəqibin neçə dedisə, sən onu 5-ə tamamla. İkinci zətdə, neçə dedisə, sən onu 10-a tamamla. Üçüncüsündə, neçə dedisə, sən onu 15-ə tamamla. Və hər dəfədə bu mümkündür. Çünki 1-dən 4-ə qədər hissələrdən, ikinci zətdən bunu tamamlamaq mümkündür. Bu 21 oyunu olmalı səfərləmsə, ona oxşar bir şeydir. Bəlkə də əksəriyyətiniz artıq bunun haqqında məlumatınız var. Yoxdursa da öyrənmiş olun ki, rəqibin, yəni birinci oyuncu neçə deyirsə desin, sən onu 5-ə tamamlasan, ikinci zətdə 10-a tamamlasan, üçüncü zətdə 15-ə tamamlasan, düz 40-a qədər də sən tamamlamış olursan. Bunu nəzərinizdə saxlayın. Yəni, burada yazıb, oyuna başlayan həmişə qalib gəlir. Xeyr, həmişə qalib gəlmir. Oyuna başlayan həmişə məğlub olur. Xeyr, həmişə məğlub olmur. İkincinin strategiyası varsa məğlub olur. Yəni, bu ayrı-ayrı anlayışlardır. Bu oyunda qalib gəlmək üçün heç bir strategiya yoxdur, var, strategiya var. 5-cini oxudum, bilmirəm. Bu oyunda qalib gəlmək üçün heç bir strategiya yoxdur, var, strategiya var. Sonra gəldik 79-cu suala. Qanunluğu müəyyən edin və sual əvəzinə olan variantı seçin. 2, 4, 6, 9, 16. Bu bir-birinə fərqli qiymətlər verilib. Artan ardıcıllıqdırmı? Bəli, artan ardıcıllıqdır. Baxın, buradan 2 artdı, 2 artdı, sonra 3 artdı, 3 artdı. Sadə bir ardıcıllığıymış. 4 artdı, 4 artdı, 5 artdı, 5 artdı. İndi də 6 artıb 36, yenə 6 artıb 42 olmalıdır. Cavabımız olur C variantı. Daha sonra 80-ci sualda deyir ki, 1-7 aralığında fiqurlar verilib, ayrı-ayrı parçalar verilib. Biz tapmalıyıq ki, bu birinci hissədə bu birləşmə necə yaranır və onun növbəti hissədə ikinciyə tətbiq eləyək. Baxıram ki, bu da qeyri-adi bir şey deyil. Nə ilə başlayırsa, onu düşünə bilər, ehtimalları irəli sürmərsən. Qara hissə ilə başlayır, düzdür, qara kvadratla başlayır. Qara kvadratla başlayırsa, bu ya 3 ola bilər, ya da 6 ola bilər. Başqa 1 ilə 2 ilə başlasa halı yoxdur ki, bir ağdır, 2 bozdur. Qara ilə başlayan olmalı deyə, deməli, ya 3 ilə ya da 6 ilə başlamasan. Bunu dəqiq bilə bilmirsən deyə, 2 də uyğun gəlir. Bismillah eləyib 3-dən başlayıram. O alınmasa, birbaşa 100% biləcəm ki, 6 ilə davam eləməliyəm. 3-dən sonra bir dənə ağ hissə gəlir. Ağ da var, ağ boz da var. Ağ, boz, ağ da var hətta. Deməli, 3-dən sonra 1-i yoxlayacam. Düzdür? 1 gəlsə,
Sonra boz olan hissə gəlsə 2 var, başqa yoxdur. Onda mütləq 2 gəlməlidir. Birdən sonra 2. 2 dənə ağ hissəsi olmadığına görə bir də istifadə eləmişəm deyə artıq deməli 3-dən sonra 1 gələ bilməz. Bu getdi. Biraz vaxt apara bilər. İkinci yoxlayıram. 3-dən sonra 5 gəlsin. 3-dən sonra 5 gəlsə, yenə də 2 dənə ağ vəziyyəti yaranır. Yox, hələ bu 1 istifadə eləməmişəm. Deməli 3-dən sonra 5 gəlsin. 5-dən sonra 1 gələ bilər. 1 gəlsin. Sonra ağ, qara, ağ hissəsi yoxdur. Ağ, qara hissəsi nə ilə yaradacağam? Yox. Deməli 3-dən sonra 5 də gələ bilməz. 1-i yoxladıq gələ bilməz, 5-i yoxladıq gələ bilməz. Bir dənə qaldı 7. 3-dən sonra 7 gəlsə, 3-dən sonra 7 gəlsə, sonra ağ, qara ilə başlayan hissə yox deyə sadəcə ağı seçməliyəm. O da 1-dir. 3-dən sonra 7, sonra da 1 gəlsin. Sonra qara ilə başlayan hissə 6-cı var, bir də 3-cü var. Düzdür? 3-cüyü artıq istifadə eləmişəm deyə. 6-nı məcbur istifadə eləməliyəm burada. 6 gəlsin. 6-dan sonra bozla başlayan boz qara 4 var deyə 4 gəlsin. Daha sonra 5 gəlsin burada ağla boz, sonra da 2 gəlsin. Əla. Elə heç 6 ilə başlamağa ehtiyac qalmadı, sağ olsun. Düzdür, 3-də də bir neçəsini yoxladıq. Amma gördük ki, 3-dən sonra 5 gəlsə alınmırdı, 3-dən sonra 1 gəlsə alınmırdı. Deməli, 3-dən sonra 7, 1, 6, 4, 5, 2 formasında bütün hissələri çox qəşəng şəkildə yerləşdirmək mümkün olur. İndi necə tapmışıqsa yuxarıda, aşağıda da onu tətbiq eləməliyik. Birinci nə gəlməlidir? 3. Yəni bozla başlamalıdır. Bozla başlamayan variantları çıxıram. 3-dən sonra nə gəlməlidir? 7. 7-nin yanında nə var? Boz. Deməli, boz ikisi yanaşırsan zaten bir dənə variant var. Gəlin tam sübut eləmiş olaq. Bu 3-dür. Bu 7-dir. Həqiqətən də 7-dir. Sonra 1 gəlməlidir. Bir dənə qara. Doğrudur. 1-dən sonra nə gəlir? 6. 6 hissəsi ayıra bilərmi? Bəli, doğrudur. 6-dan sonra 4 gəlməlidir. Boz, qara. Bəli, doğrudur. Sonra 5 gəlməlidir. Qara, ağ. Doğrudur. Sonra 2 gəlməlidir. Doğrudur. Hər şey qaydasında olduğuna görə keçə bilərik 81-ci sualla. 81-ci sual biraz çətin ağla gələn rebus suallarından idi. İmtahanda da ki, zaten çətin rebus sualları bəzən düşmüş olur. Çətinlik dərəcəsi artırılan suallar onun üzərinə düşürsə. İndi də onun kimi bir dənə çətin rebus sualı düşmüşdü bura. 2, haradakı cüt qiymət görürsünüzsə, onu 2-yə bölməliydiniz. Cüt ədəddir deyə 2-yi 2-yə bölməlidir 1. 1 ilə 1-in cəmi eləyir 2. Misal üçün, buradakı bölməliyim, düzdür? 1 ilə 3-ün cəmi eləyir 4. Və ki, burada 8 var. Cütdə axı. Onu bölməliyəm 2 eləməlidir 4. 7 ilə toplayıb yazmalıyam bura 11. Və ya 2 dənə cüt olsa nə edərsiniz? İkisini də bölərsiniz. Çünki burada 42 də cütdür, 54 də cütdür. Bunu 2-yə bölsən eləyir 21. Bunu 2-yə bölsən eləyir 27. 20 ilə 27-nin cəmi neçə eləyir? 48. Qalır son hissə 33 ilə 48 hissəsi. 33 təkdir deyə 33-ün özünü yazıram. Üzərinə gəl. 48 cütdür deyə onu 2-yə bölməliyəm. Eləməlidir 24, sonra toplamalıyam. O da edir neçə? 57. Cavabımız olur 81-də Y variantı. Harda cüt qiymət varsa bölürsən 2-yə və təklə toplayıb aşağı hissəyə qeyd eləyirsən. 82. Sutka ərzində televiziya kanalında davamlığı 8, 25 və 40 saniyə 15-35 dəqiqə, 2-4-5 saat olan xəbərlər, futbol, film, konsert, reklam, əyləncəli, intellektual və mətbəx verilişləri göstərilir. Deməli, yenə də bir qeyd yaratmalıyıq. Müəyyən bir hissələr var ki, çətin ola bilər. Amma verilən məlumatlar kifayət edəcək ki, sistemli şəkildə işləyək. 8, 25, 40 saniyə var da yazıram buradan. 8, 25, bir də 40. Bunlar olsun saniyə. Qırmızı ilə yazdıqlarımız olsun saniyə. Sonra növbəti rənglə yazaq dəqiqələri 15 və 35 dəqiqə var. Bir də 2, 4, 5 saat var. Nə verirsə, sadəcə onları qeyd edəcəm və qeyd elədiklərimdən verilən məlumatları analiz eləməyə çalışacağam. Qeyd eləyir ki, konsert ən uzun olmayan əyləncəli verilişdən qısa, fikir verin, yazıram bura, konsert ən uzun olmayan deyirsə, mən bilirəm ki, artıq 5 saatlıq isə konsert yaza bilmərəm. Yox, səhv dedim. Konsert ən uzun olmayan əyləncəli verilişdən. 5-ci yerə əyləncə yaza bilmərəm. Axı deyir cümlədə ki, konsert ən uzun olmayan əyləncəli verilişdən qısadır. Əyləncəli verilişdən qısa olsa belə, yəni əyləncəlinin 5 saatlıq olmadığını qeyd eləmək istəyir bu cümlədə. Davamlı qeyd edir ki, ən qısa olmayan futboldan uzundur. Futbol da ən qısa deyil, yəni 8 saniyəlikdə futbol deyil. Bunu nəzərə çatdırmaq istəyir. Bu cümlədən yazmalıyıq, çünki növbəti hissədə köməyimizə çatacaq həmin hissələr. Yazmayıb üstündən keçəndə növbəti hissələrdə çətinlik çəkmiş olacaqsınız təbii ki. Ona görə hər bir hissəni qeyd eləmək lazımdır. Futboldan da uzun olduğuna görə bu formada bir bərabərsizliyimiz alınmış oldu. Davamiyyət müddətləri sırasında konsert və futbol qonşudurlar.
konsertlə futbol qonşudursa, yəni bax bu bir-birinə kiçiklik məsələsi var idi da. Yəni ard-arda yazılmalı. Ya 25-40-a, ya 15-35-ə, ya 2-4-ə, ya 4-5-ə. Yəni bərabər olmalıdır. Bərabər deyək ki, yəni yan-yana olmalıdır. Bunu nəzərdə saxlayın. Davamiyyət müddətləri dəqiqələrlə ölçülən verilişlər film və reklamdır. Sonuncu filmdən uzundur. Əksər tələbəni bu sonuncu sözü qarışdırır və beyni fərqli istiqamətə yönləndirməyə çalışır. Qeyri-adi bir şey yoxdur. Sadəcə bir çox mətn sualında bunu görəcəksiniz ki, bir necə deyək, fərqlilik yaratmaq istəyirmi deyim, çaşqınlıq yaratmaq mı istəyir? Həqiqətən mənasızdır təbii ki. Bir dənə qeyd elə də. Sadəcə mətnin məntiqi təhlilində zaten məqsəd o deyilmi ki, orada verilən cümlələri məntiqi analiz eləyib bura köçürdəsən. Bu da ona görə belə qəribə bir sözdən istifadə. Qəribə deyək ki, yəni bu cümlədə qəribəlik yaradan sözdən istifadə eləyir. Yəni davamiyyət müddətləri dəqiqələr üçün veriləcək film və reklam deyəndə düşünürsən ki, film və reklamı buraya yazırsan 100%, çünki dəqiqə sadəcə 15 və 35 dəqiqədir. Film və reklamda hansını hara yazmağın üçünsə bunu deyir ki, sonuncu. Burada sonuncu nədən danışıb? Reklamdan danışır da. Yəni burada sonuncu yazın ya reklam yazın, nə fərqi var ki? Məsələ budur. Sadəcə biraz dediyim kimi fərqlilik yaratmaq istəyir bu cümlələrdəki çaşqınlıq yaratsın. Sonuncu filmdən uzundur. Yəni reklam filmdən uzundursa, reklamı həqiqətən doğru yazmışıq 35 dəqiqəyə, filmi də 15 dəqiqə yazırıq. Başqa yaza biləcəyim hissə varmı? Xeyr, yoxdur. Niyə yoxdur? Çünki dəqiqələrlə ölçülən sadəcə 15 və 35 dəqiqəlik hissələr var. İntellektual veriliş əyləncəli verilişdən uzundur. İntellektual veriliş də əyləncəli verilişdən uzunca intellektual da yazsam bura əyləncəli konsertdən futboldan böyükdürsə, avtomatik intellektual da əyləncəlidən böyük olanda bu ikisindən böyük olmuş olur. Fikir verirsinizsə, bu 4 dənə hissə ardıcıl gəlməlidir. Mən deyirəm ki, bu futboldan qarışmasın, film yazaq, burada reklam yazaq. Mən deyirəm ki, futbolu bura yaza bilmərəm. Niyə? Çünki futbolu bura yazsam, konsert onun qonşuluğunda olmalıdır. Konsert də əyləncəli verilişdən kiçik olmalıdır. Heç 5-ə əyləncəli yaza bilmirəm. Yazsam belə, intellektual da bundan böyük olmalıdır. Yer qalmır. Mümkün deyil yazım. Futbolu heç vaxt 2 saniyəlik yerə yaza bilmərəm. 2-yə yaza bilmirəmsə, 2 saatlıq daha doğrusu. Heç 4-ü ümumiyyətlə yaza bilmirəm. Yenə də yer çatmır. Çünki futbolu elə yer yazmalısan ki, ondan sonra ən azı 3 dənə hissə qeyd oluna bilsin. Ona görə 15-ə də 35-ə də yaza bilmirsən, artıq tutulubdur deyə 8-ə futbol yaza bilmirsən. Niyə? Çünki 8-ci yerə 8-ə futbol yaza bilməyəcəyini əvvəldən qeyd eləmişdi ki, ən kiçik olmayan, ən az olmayan futbol demişdi. Ona görə 100% bilirəm ki, orada qeyd edə bilmərəm. Futbolu 40 saniyə də yaza bilməzsən. Niyə? Çünki qonşuluğunda konsert düşməyəcək. Deməli, futbolu %100 yaza biləcəyin bir dənə yeganə yer var ki, o da 25 saniyəlik hissədir ki, futbolu buraya yazasan, konsert onun qonşuluğuna düşmüş olsun. Deyərsən, mən bəs əyləncənin intellektualından yanına düşmədi axı. Dərhal yanında olmalıdır, qonşusu olmalıdır deyə bir cümlə var idi mi? Xeyr, yox idi. Yenə də əyləncəli ilə də konserti intellektualı bura yazanda böyük olmuş olacaq. Amma futbolla konsertin yeri dəqiq %100 məlum olsa da, əyləncəlini bura yazıb intellektualı bura mı yazım, əyləncəlini bura yazıb intellektualı bura mı yazım, bilmirəm. Əyləncəni təbii ki, bura yaza bilməzsən, ya 2 saatlığa ya da 4 saatlığa yazmalısan. Amma hansına yazacam bilmirəm. Mənim əlimdə olan məlumatlar bunlardır, kifayət eləyir və gedirəm cümlələri oxumağa. Deyir ki, mətndəki məlumatlara görə hansı nəticələrə gəlmək olar? Baxaq görək hansı nəticələrə gəlmək olar. Mətbəx verilişi ən uzun davamiyyət müddətinə malikdir. Mətbəx verilişi ən uzun davamiyyət müddətinə malik ola da bilər, olmaya da bilər. Çünki burada mətbəxdən danışmır, düzdür? Ümumiyyətlə mətbəxdən danışmayıbsa, mən onu bizə nə istəyir ki, hansı nəticələrə gəlmək olar? Yəni ən dəqiq cavab nədirsə, onu tapmalısan. Bu ola da bilər, olmaya da bilər. Çünki mətbəxi bura yazmağımda heç bir problem yoxdur. Eyni zamanda mətbəxi gətirib 8 saniyəyə də yaza bilərəm. Bax, mətbəxdən danışmayıb burada. Əyləncəli veriş 2 saat davam edir. Əyləncəli veriş 2 saat da davam edə bilər. İntellektuala bura düşür. 4 saat da davam edə bilər. Əyləncə bura düşür. Bilmirəm. Bu ola da bilər, olmaya da bilər. Dəqiq deyil. Konsert 40 saniyə davam edir. Bəli, konsert 40 saniyə davam edir. Tapmışıq. Bu mütləq doğrudur. 3. İntellektual futbolun davamiyyət müddəti 25 saniyədir. Bəli, bu da doğrudur. 3, 4. 3, 4 dən cavabımız 2 dənədir. Ya C, ya da Y variantı. 5-ə baxaram. İntellektual verişin davamiyyət müddəti xəbərlərin davamiyyət müddətindən böyükdür. Bunu bilə bilməzsən. Niyə? İntellektual əgər əyləncəni bura, intellektualı bura yazsan, xəbəri bura yaza bilərsən, eyni zamanda xəbəri bura da yaza bilərsən. Niyə? Çünki xəbərlə bağlı heç bir məlumat vermir. Mən hardan bilim? Xəbər 8 saniyələ mi yazım, 5 saatlığa mı yazım? Oraya yazsam kiçik olur, 5 saatlığa yazsam böyük olur və bu mütləq doğru olan bir fikir deyil. Ola da bilər, olmaya da bilər. Amma 6. Xəbərlərin davamiyyət müddəti 2 rəqəmli saniyələrlə ölçülmür. Bəli, 2 rəqəmli saniyələr 25 və 40-dır.
Görürsünüz 2 rəqəmli saniyədir daha 8-i nəzərdə tutmur orada. 8 ola bilərdi çünki 2 rəqəmli saniyələr 25 və 40-dır. O da futboldan konsertdir 100% tapılıbdır deyə həqiqətən də xəbərlərin davam müddəti 2 rəqəmli saniyələrlə ölçülmür fikri mütləq doğru olanlarda cavab olur. Nə? Yəni bir dənə bəzi tələbə deyir ki, müəllim bura mütləq doğru yazılmır, baxın yazmasın da. Deyir ki, mətndəki məlumatlara görə hansı nəsələr gəlmək olar? Gəlməlisən. Yəni bunu başqa mənə yazmayın ki, burada ehtimal məsələsində istəyir. Ona qalsa onda 6-sa düz olar. Bu məntiqdə irəli sürmüş olun. Bitirdik 82-ci sualı da. 83-də 6, 8, 4, 6, 2 bu tərəfə baxıram. Hamısı 2-yə bölünəndə deməli. Mən də nə edəcəm onu? 2-yə böləcəm. 2-yə böləndə 3 eləyir. 9-a tamamlamaq üçün də nə edəcəm? Bu tərəfi 2-yə böləcəm. Ən çox istifadə olunan üsullardan birinci tərəfi 2-yə bölmək, ikinci tərəfi 2-yə vurub toplamaq. Burada belə bir hissə verir. Gəlin yoxlayaq ki, eyni qiymət alırmı? 2-yə bölsəm 3 eləyər, 2-yə vursam 18 eləyər, toplasam 21. 2-yə bölsəm 11 eləyər, 2-yə vursam 10 eləyər, toplasam 21. Bəli. Cavabda da hətta elə bir hissə istəyir bizdən. 2-yi 2-yə bölsəm 1 eləyər, 7-yi 2-yə vursam 14 eləyər, toplasam 15. Cavabı 15 eləyən bir hissə tapmalıyam. 2-yə bölsəm 6, 2-yə vursam 6. Yox. 2-yə bölsəm 5, 2-yə vursam 10, toplasam 15. Bəli, cavabımız oldu. Nə? D variantı. Gəlin də birində yoxlayım. 2-yə bölsəm 7, 2-yə vursam 6, toplasam 13 eləyir. Deməli, birinci tərəfi 2-yə bölüb, ikinci tərəfi 2-yə vuranda cəmləyəndə 15 eləməli olan cavab axtarırdıq ki, o da D variantındaydı. Gəldik 84-dən. Qırmızı və sarı karandaşlar, rəngli karandaşlar, qırmızı karandaşların bir-biri ilə yanaşı olmaması şərti ilə düzülürsə, bu karandaşların birlikdə sayı ən çoxu neçə olmalıdır ki, ən çoxu neçə olmalıdır? Mümkün düzülmə variantlarının sayı 2 rəqəmli ədədə bərabər olsun. Ümumiyyətlə, karandaş məsələn, lap dərinliyinə gedəsi deyilən, dəfələrlə sualı düşəndə deyirəm, bunu özünüz bilməzsiniz əvvəlcədən, çünki bunun izahı, bir sualın izahı, 2 sualın izahı ilə yarım saat, 40 dəqiqə vaxt tələb edir. Ümumi olaraq, yəqin ki, artıq məlumatlı deyiliksə, araşdırıb baxa bilərik. Müəllimlərimizin dərslərindən, hər öz müəlliminin dərsindən baxa bilər ki, necə həll olunur bu karandaş məsələsi. 2 üstü 1, 2 üstü 2, 2 üstü 3 bu düzülüşlərin sayıdır. Əgər bir karandaş varsa 2 dənə, 2 karandaş varsa 4 dənə düzülüş, 3 karandaş varsa 8 dənə düzülüş, 4 karandaş varsa 16 düzülüş, 5 karandaş varsa 32 düzülüş, 6 karandaş varsa 2 üstü 6, yəni 64 düzülüş, 7 karandaş varsa 2 üstü 7, yəni 128 düzülüş, 8 karandaş varsa 2 üstü 8, 256 düzülüş, 9 karandaş varsa 512 düzülüş bəs eləyir. Hələ ki, bura qədər gələk. Maksimum lap 2 üstü 10 da yaza bilərəm. 2 üstü 10-dan 1024 eləmiş olur. Yəni bu, heç bir problem yaranmadan düzülüş variantlarının sayıdır. Düzülüş variantları da dediyim gibi bir dənə karandaş varsa 2 düzülüş var, 2 karandaş varsa 4 düzülüş var. Çox uzatmadan şərt olaraq deyim, bəlkə ümumiyyətlə heç eşitməyən ola bilər. Amma heç eşitməyən olsan bu sualı başa düşməyəcəksən. Mütləq şəkildə karandaş məsələsi necə həll olunur, əvvəlcə onu bilməlisən. Məsəl üçün 2 karandaş var, sarı və qırmızı karandaş. Bunun düzülüşü necə ola bilər? Sarı götürə bilərəm, ikisi də sarı. Sarı qırmızı düşünə bilərəm. Qırmızı sarı düşünə bilərəm. Bir də qırmızı düzülüşlər düşünə bilərəm. Gördünüz, 2 dənə rəngli karandaş düşünəndə, 2 karandaş düşünəndə daha doğrusu 4 dənə düzülüş çıxdı ortaya. Görürsüz, onda belə sadələşdiriblər ki, düsturla verək. 2 dənə karandaş varsa 2 üstü 2 düzülüş var. 3 karandaş varsa 2 üstü 3 düzülüş var demək. İndi bizə deyir ki, qırmızı karandaşlar bir-biriyle yanaşı olmasın. Yəni qırmızı yanaşı gəlməsin. Qırmızı yanaşı gəlməsin deyirsə, deməli bir dənə karandaşda bu problem yaranmaz. Bir dənə qırmızı yanaşı gəlməsi problem deyil. Deməli burada oldu yenə də 2 düzülüş. Amma 2 karandaşda artıq qırmızı düzülüşü var, yanaşı gələ bilməz. Deməli 4-dən yadda saxlayırsınız ki, ilk problem yarandığı an 1 çıxırıq. Bu bütün suallar üçün keçərlidir. İlk problem harda yaranırsa ki, burada 2 karandaşında qırmızı problem vardı, 1 çıxırsan. 1 çıxdı neçə elədi? 3 eləmiş oldu. İkinci 3 çıxırsan, elədi neçə? 5. Bundan sonrasını 1 çıxmaq, 3 çıxmaq, yəni konkret olaraq hər misal üçün keçərli olan bir qaydadır. Problem yarandığı an 1, sonraki hissədə isə 3 çıxa bilərsən, həmişə. Sonra növbəti hissəni Fibonacci ardıcılığı ilə tapacam. Fibonacci ardıcılığı nədir? Problem neçəncidə yaranıbsa, həmin sayda Fibonacci istifadə edirsən, həmin sayılı yəni. İkincidə problem yarandığına görə mən ikili Fibonacci istifadə edirəm. Fibonacci nədir? İkisinin cəmi növbətçisini verir. Yəni bu 5-i tapmasam belə, 2 üstə görə 3, 5 eləyirdi. Yenə də bura 5 deyə bilərdim. Sonra növbətini tapmaq istəyirəm. 3 ilə 5-in cəmi eləyir 8. Növbətini tapmaq istəyirəm. 5 ilə 8-in cəmi eləyir 13. Niyə ikili Fibonacci-dən istifadə edirəm? Çünki problem ikincidə yaranmışdı. Problem harda yaranırsa, həmin sayılı Fibonacci-dən istifadə edirsən. 8-dən 13-ün cəmi eləyir 21 düzülüş. 13 ilə 21-in cəmi eləyir 34 düzülüş. 21 ilə 34-ün cəmi eləyir 55 düzülüş. 34 ilə 55-in cəmi eləyir 89 düzülüş. 55 ilə 89-un cəmi eləyir 144 düzülüş. Artıq
Fikir verin, 2 dənə qırmızı yanaşı gəlməməsə ehtimalların sayı nə qədər aşağı salır. Düşünün, 128 dənə normal düzülüş var. Onun 34'ü bizim üçün qəbul olunandı. 256 düzülüşdən 55 dənəsi bizim üçün qəbul olunandı. 512 düzülüşdən 89 dənəsi bizim üçün qəbul olunandı. Niyə? Çünki şərtdə deyir ki, 2 qırmızı yanaşı gəlməsin. Nəinki 2 qırmızı, yuxarı olan hər biri. Bizdən də soruşurdu ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmlə də bərabər olsun neçə? Birlikdə sayı ən çox neçə olmalıdır ki, mümkün düzülmə variantlarının sayı 2 rəqəmlə ədədə bərabər olsun. Artıq mən 10 karandaşa keçəndə gördünüz, mümkün düzülmə variantlarının sayı gəldi 3 rəqəmli oldu. Onda bunu qəbul eləmirəm. Maksimal olaraq neçə oldu? 9 karandaş. Deməli, maksimum 9 karandaş olsa bu şərtlər daxilində nə olmuş olar? 2 rəqəmli ədədə bərabər olmuş olar. Cavabımız olur 84-də də C variantı. Yəni dediyim kimi, karandaş məsələlərinin ilk dəfə dəyişdirsinizsə, bu izahdan təbii ki, tam da normal olaraq başa düşməyəcəksiniz. Öncə karandaş məsələlərini yaxşı bilin, ondan sonra izaha qulaq asın. Bu izaha qulaq asın belə. Qanunauyğunluq nədən ibarətdir? Rebuslara aiddir. 23. 27-23-ə bölünür, 35-5-ə bölünürsə, deməli, ondan bir əlaqə yaratmaq olar. 11 ilə 7-nin cəmi eləyir 18, bölürsən 2-yə eləyir 9, vurursan 3 eləyir 27. Görürsünüz, 3 proses. 9 ilə 5-in cəmi 14, 2-yə bölürəm 7, 5-ə vururam 35. 1 ilə 5-in cəmi 6, 2-yə böldüm 3, vurdum 8-ə 24. Onda 2 ilə neçənin cəmini 2-yə böləcəm, sonra 13-ə vuracam 52 eləsin. Deməli 4-ü 13-ə vuranda 52 eləyir. Bu cəmi də 4 olması üçün bölünmənin 6 olmalıdır. 2 ilə 6-nın cəmi 8, 2-yə bölürəm 4, 13-ə vururam 52. Deməli cavabımız olur 85-ci sualda da Y variantı 6. 86. Yuxarıda A və B bitkilərinin illərə görə hündürlükləri dəyişməsi göstərir. 16 ildən sonra bu bitkilərin hündürlükləri fərqi neçə santimetr olar? Əkilərkən boyu yaddan çıxartmaq olmaz. Buna A bitkisi desəm, buna da B bitkisi desəm, A bitkisi görürsünüz, əkilərkən boyu yoxdur. Onu da nəzərə almaq lazımdır. Yəni, üzərindən heç gəlisi deyiləm. 8 il keçib, 8 il ərzində A bitkisi 6 cm böyüyüb. Deməli, yazıram bura 8 ilə 6 cm böyüdü A bitkisi. Onda növbəti yenə bir 8 ildə 6 cm böyüyəcək. 16 il keçəndən sonra bu nə qədər böyümüş olacaq? 16 ilə 12 cm olmuş olacaq bu A bitkisi. Bəs digəri B bitkisi isə 3-dən, əkilərkən boyu 3 idi. Baxın, əkilərkən boyunu yaddan çıxartmırıq. 3 yadda qalacaq. Çünki ayaqlı üstünə gələcəm. 3-dən 6-ya, yəni 8 il müddətində 3-dən 6-ya 3 cm böyüdü. B bitkisini isə, yaşlı rənglə qeyd edirəm, 8 il ərzində sadəcə və sadəcə 3 cm böyümüş oldu. Baxın, bu hissədə qeyd edirəm 3 cm. 8 ilə 3 cm böyüdüsə, növbəti 8 il ərzində də yenə 3 cm böyüyəcək və normalda 16 il yaranmış olacaq. Çünki bizdən 16 il istəyir, ona görə 16 vəziyyətini yaradıram. 16 ilə böyümüş olduq nə qədər? 6 cm. Əkilərkən boyu yaddan çıxardan tələbələr gəlir 12 cm-dən 6 cm çıxır, cavab yazır Y variantı. Axı dedik, əkilərkən boyuna nəzər almaq lazımdır. A-nın əkilərkən boyu 0 idi, 12-dən 0 gəlsən heç bir dəyişiləməz, olar 12. Amma B bitkisi əkilərkən 3 cm-dir. Yəni, əkilərkən boyu 3, ondan sonra 6 cm böyüyür. Olur neçə? Yəni, üstünə 3 gəlsən yer 9 cm. Yəni, hal-hazırda A bitkisi oldu 12 cm, B bitkisi oldu 9 cm. İndi bunların fərqini indi tapa bilərsən. O da edir 3, cavabı olur 86-da D variantı. Bunu yaddan çıxartmırsınız. Gəldik 87-89-cu suallara. Tərəzlərlə bağlı bir sualdır. 1-dən 9-a qədər tərəzlər verilirsə, kənardan yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Fikir verirsə, 3-ü birindən ağırdır. Daha doğrusu 1 yüngüldür. 3-ü yenə birindən yüngüldür. İkisi birindən yüngüldür. Burada deməli 1, 2, 3 qiymətlərindən istifadə etməliyəm. Mən əgər bura 1 qiymətini versəm, bu olur neçə? Əstəğfurullah, bura 1 versəm, bu olur neçə? 3. Eyni vəziyyətdə burada 1 versəm 3 olar. Harada istəsən yoxlaya bilərsən. 1 qiymətini verdim, oldu 3. 1 qiymətini verəndən sonra bu hissəyə, 3-lü olan hissələrə. Bura qalır hansı qiymət? 2, 2, 2. Düzdür? 2, 2-ni də verdim ora. Bura oldu hansı? 6-dan böyük olan qiymətlər. Ola bilər, düzdür? Yaxşı, və bu hissəyə hansılar qalır? 4, 4 hissəsi qalır ki, o da ondan ağır hissələr yaratmaq olarmı? Olar. Yaxşı, bəs mən bu 2 dənəli hissəyə 1, 1 verə bilərəmmi? Xeyr, verə bilmərəm. Niyə? Çünki bu hissədə fikir verirsənsə, bir dənə 3 bucaq 3-dən ağır mövqedədir. Burada isə 2-dən 3 bucaq yüngül mövqedədir. Deməli, belə bir vəziyyətlə rastlaşırsınızsa, mütləq şəkildə həmin hissədən irəliləməlisiniz. Yəni, bir dənəsi 3-dən ağırdır, 2 dənəsi birindən yüngüldür. Eyni fiqurlardan söhbət gedir, ha? Fərqli fiqurlardan yox.
Hə, onda mən üçbucağın yerinə 1 verə bilmərəm, 2 verə bilmərəm, 3 verə bilmərəm. Minimum 4 verməliyəm. Deyirəm 5 də verə bilmərəm. Niyə? Çünki sən bura 5 versən, bura üçün heç bir problem yoxdur, yarada biləcəksən. Amma ora 5 versən, ondan ağır burada 11 kiloqram çəki daşın yoxdur axı. Elə sənin üçün də giriş rolunu oynayan hissə buradır. İstiqamət rolunu oynayan bu hissədir ki, burada həmin üçbucaqların qiymətini 4 olduğunu 100% yazasan. Bura yazıram 4, 4. Əgər bura 4-dürsə, sənin bura verəcəyin yeganə qiymət var, o da 1-dir. Çünki 1-dən başqa qiymət yazsan 4 ondan ağır olmayacaq. 4 4-dən ağır olan nə var? Yeganə qiymət 9 var. Deməli mən artıq 1-i də tapmışam, sonra 4-ü də tapmışam, 9-u da tapmışam. Bu niyə silir öz-özünə? Hə, deməli 1 4 9-u tapdıq. Keçsəm indi növbəti hissəyə. 3 qiyməti qalıb, düzdür? Sən gətirib bura 3 3 3 versən, onda gərək bu 10 kiloqram olsun. Bu mümkün olmadığına görə mən gətirirəm bura nəyə yazıram? 2 2 2-ni yazıram. 2 2-ni yazdıq, 2 də getdi. Amma ora 7 mi yazılacaq, 8 mi yazılacaq, onu dəqiq konkret şəkildə bilmirəm. Bilmədiyimə görə də gəlirəm aşağıda araşdırmağa. Ki, bu hissə ikisi ağırdır deyə, bura nə edirəm? 7 və 8 deyirəm ki, ən ağır hissələrdir da, düzdür? Olsun 15 kiloqram. Yerdə 3 5 6 qalıb. Hamısı da ayrı-ayrıdır. 3 5 6-nın cəmi neçə eləyir? 14 eləyir. Görürsünüz? Bir güz bəla ilə belə orada desək ağır olmuş oldu. Bura oldu 14 kiloqram, bura oldu 15 kiloqram. Başqa vəziyyətdə heç cürə düşünə bilməzsən. Sən burada nə ulduzun qiymətinin 3 olduğunu, nə romun 5, nə də ürəyin 6 olduğunu bilmirsən. Amma bilirsən ki, burada 3 5 6 var. Şərti olaraq yazıbsan. 7 8-də həmçinin hansının 7, hansının 8 olduğunu bilmirsən. Çünki burada 7 də uyğun gəlir, 8 də uyğun gəlir. Bir ehtimalla artıq davam edirsən. Görə bizdən nə soruşur? Ağ üçbucaq aşırışlardan hansı rəqəm uyğundur? Ağ üçbucağın konkret tapıbsan 9-dur. Bitdi, şübhə yoxdur, ehtimal yoxdur. Bu ikisinin cəmini soruşur, görürsünüz? Bunu boş-boşuna soruşmur. Əgər sən onların qiymətini müəyyənləşdirə bilmirsənsə, ya səndən onların cəmini soruşacaq, ya da hasilini soruşacaq. Çünki cəm və hasil soruşanda heç bir fərqi olmur. Hansı 7, hansı 8 oldu? Çünki hasildə dəyişmir, cəmləri də dəyişmir. Vuruqların yerini dəyişən də 7 8 və ya da ki 8 7 hansını topla 15 eləməyəcəkmi? Eləyəcək. Ona görə cavabımız ora variant. İndi mütləq doğru olan variant seçin deyir. Diqqətli olun. Deməli, baxaq. Dairə bərabərdir kvadrata deyir. Dairə neçədir? Ağ dairə 2. Ağ kvadrat ya 7 ya 8 necə bərabər ola bilər ki bunlar? Ümumiyyətlə heç bərabərlik burada olmamalıdır. Çünki hərəsi bir qiymətə bərabərdir. Sonra B bəndə deyir ki, ağ dairə kvadratdan böyükdür. Ağ dairə 2-dir. Kvadrat ya 7 ya 8-dir. Bu 2 necə 7-dən ya 8-dən böyük ola bilər ki? Mütləq səhvdir. Ulduz böyükdür kvadratdan. Ulduz neçədir? Ulduzun qiymətini bilmirəm. Kvadratın qiyməti neçədir? Ya 7-dir ya 8-dir. Ulduzun qiyməti 6 olsa belə, maksimum qiymət 6-da burada. 3 5 6-dan birini almalıdır olsa ki. 6 olsa belə maksimum. Ya 7-dən ya da 8-dən böyük ola bilmir ki? Yox, ola bilmir. Cavabımız onda nə variantı? D variantı. Niyə? D bəndə deyir ki, dairə kiçikdir qaradan. Dairə neçədir? 2. İndi qara kvadrat istəyir 8 olsun, onu istəyir 7 olsun. Hər iki məqamda böyük deyil, böyükdür. Ona görə cavabımız olur nə? D variantı. Verilən sözlər arasındakı uyğunluğu tapın. Zəfərən ədviyyat, vələs isə ağacdır, vələsdir, palıddır. İlk dəfədir vələs sözünə işlənlər əminəm ki var. Ona görə bu sualı, bu testi salmışdım bu imtahanda. Çünki əksər tələbə bunu səhv yazır və bilmir. Ən azından bir dənə söz öyrənmiş oldunuz. Bilirsinizsə nə yaxşı, bilmirsinizsə də öyrənmiş oldunuz. Zəfərən ədviyyatlardan biridir, vələs də ağaclardan biridir. Əksər tələbə kol yazır. Hətta tərəvəz yazan da var, görmüşəm. Yadda saxlayın, ağacdır. Variantlardan hansılar aşağıda kimi 4 qatlanıb kəsilmiş fərqin açışı ola bilər? Açıq suallara gəldik. Deməli, birinci hissədə ortadan bölünmə var. Ortadan bölünməyə baxsam, birdə bir problem yoxdur. İkincidə əksər tələbə üçbucaq nə idi? Ulduzun səhv olduğunu deyib, ikini səhv götürür. Xeyr, əzizlər. İkinci sualda, ikinci şəkildə ulduzada heç bir problem yoxdur. Diqqətlə baxsaq, baxın güzgüyə sanki sol tərəfə meyilli baxır, düzdür? Yenə güzgünün sol tərəfə meyilli baxır. Heç bir problem yoxdur. Biraz əyri formada verilib. 5 güşəli ulduz biraz çaşdırıcıdır, amma diqqətli olun, orada ulduzda heç bir problem yoxdur. Bu bayraqları yoxlayanda isə, indi aşağıdan yuxarı yoxladı, hələ ki düzdür. Bax, güzgüyə yaxın səsi çökəkdən başladı, qalxdı qabarığa. Yenə çökəkdən başladı, qalxdı qabarığa deyirsənsə, deməli düzgündə heç bir problem yoxdur. 3-də. İndiki məqamda belə bir hissədən səhv yoxdur. 4-də səhv olduğu görsənir. Açıq aydın, çünki ikisi də eyni istiqamətdədir. İkisi də eyni istiqamət olmaq güzgü əksi demək deyil. Bunun uc nöqtəsi güzgüyə baxırsa, bunun da uc nöqtəsi güzgüyə baxmalıdır. 4 yanlışdır. 5-də 6-da isə gözümə dəymir, bir dənə çəkək baxaq. Yoxdur. 5-də də 6-da da hər şey qaydasındadır. Ürəklər də, oxlar da, burada da dairələrlə hissələr. Deməli,
Bu hissəni böləndə yəqin səhvlər çıxacaq ki, elə birincidə səhv çıxdı. Yenə deyirəm, eyni istiqamətdə olmaq güzgü əksi demək deyil. Və təbii ki, bəzi fiqurlara aiddir bu. Deməli, bu güzgüyə baxırsa, bu ox istiqamətdə, bu da baxmalıdır. Yəni, bu formada olmalıdır. 1-də yanlışdır. 2-də bəs, 2-də heç bir yanlışlıq yoxdur. Bu hissəyə baxıram, çökək hissə ilə davam edir, çökək hissə ilə davam edib, qabarıqlaşır və ulduza da heç bir problem yoxdur. Deməli, 2 doğrudur. 3-ə baxıram. 3-də çox incə bir məqam var idi, səhv olduğunu göstərən. Oxlarla bağlı heç bir problem yoxdur. Baxın, bu bayraq olan hissələrə diqqətlə baxın. Bura qabarıq hissədirsə, o güzgüyə yaxın hissəsi də qabarıq olmalıdır. Amma qabarıq deyil. Bura qabarıq, bura isə əksinə çökək hissəsidir. Biraz uzaqlaşdırıb diqqətlə görəcəksiniz. Qabarıq, bir də çökək hissəsi. Güzgüyə yaxın hissəsi qabarıq olmalıdır. 3 yanlışdır, 4 də yanlışı demişik. 5 ilə 6 da bəs. Burada bunlar yerində, kvadratlar yerində, bunlar yerində. Problem yoxdur. 5-də cavabımdır. 6-da ürəklər yerində, oxlar fərqli istiqamətə baxır, kvadratlar yerində, aşağıdakı yerində. 6, 2, 5, 6 olur 91-ci sualın cavabı. Gəldik 92-ci suala. 92-ci sual biraz vaxt aparan sual ola bilər. Çünki 6 dənə ayrı-ayrı açışlar verir və bir-bir mütləq şəkildə yoxlamaq lazımdır ki, hansı hissəsində uyğunluqlar var bunun, hansı hissəsində uyğunluqlar yoxdur. Ona görə diqqətli olun. Müəyyən bir hissədən başlayıb artıq yoxlamalısınız. Misal üçün, 4-ün üstünə 1, sağında 6 vəziyyətini yoxlamaq istəyirəm. 4-ün üstünə 1, sağına da 6 olan, solunda 6 daha doğrusu. Solunda da 6 olanda bu formada olur. Baxaq görək. İndi birinci şəkilə uyğun olaraq 1, 4-ün üstünə 1, sağında, solunda 6 var. 4-də də 4-ün üstündə 1, bu tərəfdən baxıram, solunda 6 var. Sonra 4-ün üstündə 1 görmək üçün 1-i buradan yuxarı qaldırıram. 6-nı yuxarıdan aşağı endirdim, sonra kəsib yapışdıracağım bu hissəyə. Və 4-ü yuxarıdan fırladacağım, gətirəcəm bunun üzərinə. İndi 4-ün üstündə 1 olanda sol tərəfində 6 varmı? Bəli, var. Tərsdən baxıram deyə sağ artıq mənim üçün soldur. Sonra 4-ün üstündə 1, sağında 6, solunda 6 hissəsi yarada bilirəmmi? Bunu yuxarıdan aşağı fırlasam 1 bura düşür. 6 da gəlir, buraya düşmüş olur. İndi baxaq, buradan təbii ki, durub baxacaqsan. 4-ün üstündə 1, solunda 6 varmı? Bəli, var. 3-də də problem yoxdur. Sonra 5-i yoxlayacağam. Bu hissəyə çəksəm, 6 düşür aşağıya. 6-ı da bura gətirsəm. 4-ü də bura gətirsəm, yenə də yuxarıdakı vəziyyəti almış oluram. 4-ün üstündə 1, sağında 6 var. Eyni zamanda 1-i də buradan qaldırsam, yenə 4-ün üstündə 1, sağında da 6 varmı? Var. Bütün hissələrdə 4-ün üstündə 1, solunda 6 vəziyyəti yaranmış oldu. Deməli, təbii ki, bura baxan kimi hansı hissədən başlayacaqsan görsənmiş ki, bir-bir yoxlamalısan. Və yaxud da ki, gözünə dəyən variantlarda hansı səhvlik ola bilər mövqe baxımından onlara baxa bilərsən. 3-ün üstündə 6 misal üçün, sağında da 5. 3-ün üstündə 6, sağında da 5. Onu yoxlasam, deməli 6 bura düşür bu formada. 3-ün üstündə 6. 3-ü fırlatsam 2 dəfə gəl yenə bura düşür. 3-ün üstündə 6, sağında 5. 1-də doğrudur. 1-də doğru deyək, yəni 1-də 5-də eynidir. Daha sonra hansıya baxa bilərik? 3-ün üstündə 6 deyil, düzdür. Burun fırlada bilərəm. 4-də də həmin hissə doğrudur. Daha sonra 3-ün üstündə 6 vəziyyətini görmək istəyirəmsə, bunu fırladaram aşağıya 1, bunu fırladaram aşağıya 1, 2, 3. 6-ını da bura fırlatmış olaram. Eyni zamanda 3-ü də kəsib yapışdırıram bu tərəfə. Çünki elə bir ixtiyarımız var. Deməli, indi görürəm 3-ün üstündə 6. Fırlatsam belə, yox, 6-nı bu tərəfə fırladaq ki, 5 də onun yanında olsun. 6-nı gətirək bu hissəyə. Deməli, bir dəfə fırlatsam düz dayanacaq, ikinci dəfə yana, indi üçüncü dəfə belə o dayanmalıdır. İndi nə demişdik? 3-ün üstündə 6, sağında 5 olsun, düzdür? 3-ün üstündə 6, sağında 5 varmı? Buradan baxsaz, həqiqətən də tərsdən baxdığına görə 3-ün üstündə 6, sağında da 5 hissəsi olmuş olur. Heç bir problem yoxdur. 3-cü şəkildə də 6-cı şəkildə baxıram. 3-ün üstündə 6 görmək üçün 6-cı dəfə fırladaram. Bu tərəfə gələr, yenə eyni istiqamətə düşmüş olar. 3-ün üstündə 6, sağında 5 varmı? Bəli, var. Deməli, 3-ün üstündə 6 məsələsinə görə də tapmaq olmadı. Təbii ki, bu formada yoxla gedib hamısını ən uyğun variant tapana qədər getməli. İndi mən sizə hardan başlamaq onu göstərim. Ən azından 2 dənəsini göstərdim ki, bu formada başlasaz, yəni baxan kimi tapılacaq bir sual tipi deyil. Yoxladın, alınmadı, yoxladın, alınmadısa, dediyim kimi istiqamət olaraq hardan başlamalısan, göstərim sizə. 2-3-dən. Bu 2-ni fırlasam, bu formada 2-nin üçün paralel dayandığını görürəm, düzdür? Və yaxud da ki, 2-nin üçün burada yenə paralel dayandığını görürəm.
Sonra bu hissədə fırlatsam 2 gəl bu formada 2-lə 3 yenə də nöqtələrinə fikir verin. Bu formada sanki paralel dayanırlar. Amma dördüncü şəkildə mən görürəm ki, 3 nöqtələri bu formadadır, 2 nöqtələri bu formadadır. Axı dedik ki, onda üstə dayananda paralel formada dayanmalıdır xəttlər. Deməli 4 bu cərgədən çıxır artıq. Sonra 6 fikir versəz 2-lə 3 nöqtələrinə fikir verin. Bir düz xətt üzərində gəlir. Elə bir şey yox idi. Mən bunu fırlasam belə nöqtələr belə olacaq. Bu belə istiqamətlənəcək. Dedik axı, nöqtələr paralel formada dayanmalıdır. 6 da bu sıradan çıxmış olur. Sonra hansı hissəyə baxa bilərəm? 2 ilə 1-in. Baxın, 2 ilə 1-in münasibəti necədir? 2 ilə 1-in münasibətində nöqtələr 2-nin üstündə 1 olanda fərqli istiqamətə düzdür. Amma İkinci şəklimizdə 2 ilə 1-in nöqtələri bir istiqamət boyuncadır, bir düz xətt üzərindədir. Deməli 2 fərqlidir. Digər hissəyə baxıram, 2 ilə 1-i yoxlasam, 1 aşağıda zaten gəlməlidir. 2 də qayıdıb yerinə gələndə həqiqətən yenə istiqamətlər fərqli olmuş olur. 5-də necə? 1-i fırlatsam, ya da 2-ni bunun üzərinə fırlatsam, bu formada olur. Yenə də bir düz xətt üzərində olmamış. İkinci şəkildə fikir versiniz, 2-nin nöqtəsindən 1-in nöqtəsi bir düz xətt üzərində sanki istiqamət olaraq baxanda bu formada olmuş və digərlərindən fərqlənir deyə 2-də çıxırsan, yerdə qalır nə? 1, 3, 5. Təbii ki, buna əmin olmaq üçün başqa bir hissələrdə baxmaq lazımdır. Bir-iki dənəsində hissəyə baxıb dəqiqləşdirirsiniz, ondan sonra tam əminliklə 1, 3, 5 cavabını götürmüş olursunuz. Məsələn, 2-nin üstündə 1, sağında 3, hamısını yoxlayın. 2-nin üstündə 1, sağında 3 varmı? Var. Və ya ki, 5-in üstündə 3, sağında 6, 5-in üstündə 3, sağında 6 varmı? Hamısını yoxlayırsınız və tam əmin olandan sonra götürürsünüz. Yəni, mən vaxt itirmək istəmirəm. Zaten əvvəldən 1-2 dənəsini alınmayan hissələrini göstərmişdim. 93-cü sual deyir ki, 19-cu əsrdə yaşamış bir insanın anadan olduğu ili göstərən ədədin üzərinə 6687 əlavə etdikdə, həmin ili göstərən ədədin rəqəmlərinin böyükdən kiçiyə düzülüşündən ibarət ədəd alınır. 19-cu əsrdə yaşayan bir adam deyirsə, deməli bu 1800-lərdə anadan olan bir şəxsdir və anadan olduğu ili göstərən ədədin üzərinə 6687 əlavə eləyəndə 1800 y yazıram oraya. Misal üçün bu ildə anadan olub, 1800 olduğu mütləqdir. Üzərinə 6687 gələndə həmin il göstərən ədədin rəqəmlərinin böyükdən kiçiyə düşən ibarət ədəd alınır. Yəni bu neçənci ildə doğulubsa, misal üçün 1827-ci ildə doğulubsa, bunun üzərinə rəqəm gələndən sonra 8, 7, 2, 1. Yəni bunun rəqəmlərinin il hansıdırsa, həmin ilin rəqəmlərinin böyükdən kiçiyə doğru düzülüşündən ibarət bir cavab alınmış olur. Təbii ki, bu hissədə mən bilirəm axı bu 1800-lərdən başlayır. Bu sıfırdan başlayası bir şey yoxdur ki, düzdürmü? Həm ona görə bax buradakı bir hissəsini ən kiçik rəqəm kimi qəbul edirəm. Ən kiçik rəqəm kimi qəbul edirəm. 0 da qəbul edə bilərsiniz təbii ki. Burada 1800 neçənci il ola bilər. 1830, məsəl üçün 0 orada. Amma 0 ilə yazsam davamı gəlirmi, gəlmirmi onu özünüz yoxlarsınız. Gəlmir təbii ki. Deməli 1800 neçənci ilin üzərinə 6687 gəldim, düzdür? Həmin hissədə mən bilirəm ki, bu 1 buradakı kiçik rəqəmlərdən biridir. Kiçik rəqəmlərdən biridirsə, avtomatik olaraq bura yazıram 1. Niyə? Çünki alınan cavab necə olmalıydı? Alınan cavab böyükdən kiçiyə doğru düzülməklə olmalıydı, düzdürmü? Böyükdən kiçiyə doğru düzülməklə olursa, deməli y-in qiyməti olur neçə? 4. 4-ün üstünə 7 gəlirsə neçə eləyir? 1 eləyir. 1800 neçənci il, yəni sonunda 4 olduğunu da müəyyənləşdirmiş olduq. Daha sonra bu hissədə 4 qiymətindən istifadə edib, yadda saxsan 4-dən də istifadə edəcəksən. 8-in üstünə 6 gələn neçə eləyir? 14. Burada 4 yaza bilməzsən. Çünki x elə bir qiyməti olacaq ki, 2 ola bilməz. 0-a qutacaq, onda 0 axıra getməli idi. 3 olsa, misal üçün, artıq 1 yadda qalacaq. Deməli, 8 üstünə 6 gələndə 14, 1 yadda qalmaq məsələsi var. 5 yazırsan 1 yadda, 1 üstünə 6 gəlirsən 1 də yaddaydı. 7, yəni 8 elədi bura, həmin hissə. X-ə də avtomatik düşür orada hansı hissə? 5 rəqəm istifadə edəmsən, 5 rəqəm düşməlidir. 4-ün üstünə 7 gəldən 11, 1 yazdım 1 yadda. 5-in üstünə 8 gəldən 13, 1 də yadda 14, 4 yazırsan 1 yadda. 14 bir də 15, 7 bir də 8. Həqiqətən də 1854-cü ildə anadan olan şəxsin doğum ilinin üzərinə 6687 gələndə həmin ilin, yəni 1854 ilindəki rəqəmlərin yuxarıdan aşağıya doğru düzülüşünü görmüş olacaqsınız. 2-3 dənə həmlə var idi burada. Birincisi 19-cu əsr dediyinə görə 1800-dən başladığını bilməliydin. Daha sonra bu hissədə 1-dən istifadə edib deyə, yenə deyirəm, 0 da düşünə bilərdin. Əgər 0 düşünsən artıq bura 0 yazmalıydın. Bura 0 yazdan sonra y-in yerinə 3 yazmalıydın. 3 yazandan sonra bura olmalıydı 1. Oranın 1 olması üçün sən artıq x-ə 2 verməliydin.
2 verəndən sonra isə qiymətlərin tamamilə uyğunsuzluğu yaranmış olacaqdır. Artıq mən yoxladım sənin əvəzinə. Bunu da öyrənmiş oldun. Amma bir qiyməti, burada ən kiçik qiymət, birdən kiçik qiymət zaten 0 düşünə bilərsən. O alınmadısa, deməli 100% sonu bu 1-dir. 1-i yazandan sonra isə növbəti hissələri davamlı şəkildə gəlmiş olur. Bu hissələrin 8-in üstə 6 gəndə 14, 1 yadda qalmaq məsələsinə görə 15 olur. 5 varsa deməli bu rəqəm hissəsində 5 istifadə olunmalıdır. Ona görə tapılır ki, bu şəxs 1854-cü ildə anadan olub. Cavabı doğru 1854. Qanuna uyğunluq nədən ibarətdir? Harda uyğun gəlirsə, qiyməti yerinə uyğun yazırıq. 4-3 qiyməti. 4 vurulsun 3 eləyir, 12, 3-ə böləndə 4 eləyir. 4-dən 4 çıxanda 0 eləyir. 0 bərabərdir 0-a, düzdür? 4-3 qiymətində deməli burada ikinci şərt ödənmiş olur. İkinci şərtdə mən yerinə qiymətlərini qoysam, A-nın yerinə 4 yazıram, B-nin yerinə də 3 yazıram. Orada 8 üzrə 3, 11. Bu mötərizədən aldıq 11-i. İndi 5-2 qiymətini hesablamalıyam. 5-2 qiymətini harda uyğun gələr? 5-2-yə vursam 10 eləyər, 3-ə bölsəm 3 tam onda neçə eləyəcək? Düzdür? 4-ü çıxanda artıq mənfi eləyir. Burada tam bölməyə ehtiyac yoxdur, biraz məntiqlə hərəkət etmək lazımdır. 5-2 bölündə 10 eləyir, 13 bölündə 3 tam onda neçə eləyir? 3 tam onda neçədənsə 4 çıxanda artıq mənfi qiymət alınır, düzdür? Mənfi qiymət isə təbii ki 0-dan kiçik olduğuna görə aşağıda hesablamalıyıq. Deməli A-nın qiyməti oldu 5, B-nin qiyməti oldu 2. 5 üzrə 4 də eləyir neçə? 9. Növbəti 3-cü mötərizədə 2 və 7 qiymətlər var. 2 dəfə 7 eləyir 14. 14-ü 3-ə böləndə neçə eləyir? 14 bölündə 4 tam onda neçə eləyir, düzdür? Artıq bu birinci üçün keçərlidir. Çünki 14-ü 3-ə bölündə 4 tam onda neçə eləyir? Çıxanda 4-ünü 0-dan böyük bir qiymət alınır. Ona görə burada hesablamalıyıq. 2 plus 7 o deyir neçə? 9. İndi birinci 11-9 bu mötərizədən alınan qiymətləri hesablayacağım. Sonra da digər hissəsini. 11-9 alındı. 11-9-u harda yoxlayıram? 99 eləyir. 99 3-ə böləndə 33. 4 çıxanda təbii ki 0-dan böyük bir hissədə hesablanmalıdır. 11 üstlərinə gəl 9 eləyir 20. Bura oldu 20. İndi son ifadə qaldı. Bir dənə bu ifadə qalıb 20 və 9 arasında. 20 ilə 9 da təbii ki 20 vurulsun 9 eləyir. 183-ə böləndə 64 çıxanda 56 eləyir. 56 0-dan böyük təbii ki birinci şərtdə uyğundur. Birinci şərtdə uyğundursa bu düsturda hesablamalısan. 20 üzərinə gəl 9 eləyir neçə? 29. Deməli hansı istiqamətə yönəldirsə, sən də o istiqamətə gedib və doğru cavabı da tapmış olursan. Qaldı bir dənə son sualımız. Qum saatı məsələsi də önəmli mövzulardan biridir, suallardan biridir. Yaxşı yadda saxlayın. Böyük ehtimal ki, elə düşünürəm. Ya qum saatı məsələsi, ya da karandaş məsələsi ikinci zət imtahanında olmuş olacaq. Deməli, bunun konkret olaraq birbaşa həll olunma qaydası var. Yadda saxlayın, əmr verilən anda məsələsi görsə artıq deyim, əvvəlcə başqa cür qəbul edin, başqa cür necə qəbul edin deməyəcəm, beyninizi qarışdırmayacam. Yadda saxlayın, əmr verilən anda hər ikisi cavabını götürməlisiniz. Ona görə yazacağım 1-ə D. Niyə? Bunu izah edeyim. Baxın, sizə 2 dənə qum saatı verilir. 2 dənə qum saatı veriləndə qum dənəzləri yuxarıda olur, normal yoxsa aşağıda? Təbii ki, normal olaraq qum dənəzləri aşağıda olur və sən vaxtı başlatmaq üçün nə etməlisən? İkisini çevirməlisən. Məntiqi budur. Yəni əmr verilən anda sən hər iki qum saatını görsən çevirməli qum saatı. Hər iki qum saatını çevirməlisən ki, bu vaxt başlasın, ondan sonra digər prosesləri davam edəsən. Bu birinci mərhələ. 1-ə D. Yaxşı, desəz ki, bəs heç birinə vaxt seçilir, yadda saxlayın. Əgər sizin əlinizdə, yox, əsgərin əlində 5 dəqiqəli və 7 dəqiqəli 2 ədəd qum saatı var, düzdür? Bu 5 dəqiqəli və 7 dəqiqəlikdən aşağı bir qiymət versə, məsəl üçün 4, 3, 2, 1, bu dəqiqələri soruşsa, o zaman ona götürürsünüz heç birini. Bunu konkret olaraq əzbər yadda saxlaya bilərsiniz. Əmr verilən anda hər ikisi və ya ki, başlanğıc anda yazılır ora. Hər ikisi. Nə vaxt heç biri seçilir? Sənin əlində olan, yəni əsgərin əlində olan qum saatları, yəni neçə dəqiqəlik qum saatları varsa, ondan aşağı dəqiqə varsa, yəni 5 dəqiqə, 7 dəqiqəlik qum saatları var əlində. Səndən 4 dəqiqənin sonunu soruşursa, deməli o heç birinə uyğun gəlir. Çünki 4 dəqiqə o 5 dəqiqənin içərisindədir. Konkret olaraq yadda saxla bunu, heç biri də ona uyğun gəlmiş olur. Bəs burada sonra nə yazırıq? Yadda saxlayın, əgər sənin əlində 5 və 7 dəqiqəlik qum saatları varsa və səndən də 5 dəqiqə sonra və 7 dəqiqə sonranı soruşursa, bu ən kiçik qum saatına uyğun gəlmiş olur. Hər ikisi 2-yə də B olur, 3-ə də B olur. Bəzən belə çaşdırıcı, necə olur 2-sinə də B olsun? Olur. İndi izah eləyəndə tam başa düşəcəksiniz. Sadəcə mən sürətli işləmək istəyirsinizsə, daha cəld işləmək, daha yaxşı deməyim, daha cəld yadda saxlamaq və işləmək istəyirsə, bu formanı deyirəm əzbər kimi yadda saxlayın. Yadda saxlamısınız, həll üsulunu yadda saxlayarsınız. Əmrdən 5 dəqiqə sonra 7 dəqiqəni soruşur, düzdür? Deməli 5 dəqiqə sonra, 7 dəqiqə sonra soruşdu. Eyni zamanda sənə verilən qum saatları da 5 dəqiqəlik və 7 dəqiqəlik qum saatları idi.
Yəni sənin əlində olan qum saatları neçə dəqiqəliksə, həmin dəqiqələri birə-bir, yəni 5-7 dəqiqəlik qum saatın var idi. 5-7 dəqiqəni soruşduğuna görə bu qaydanı tətbiq edə bilərsən. Hər ikisi ən kiçik qum saatının fırlanmasına uyğun gəlməlidir. Yalnız 5 dəqiqəlik, yəni 5 dəqiqədən sonra da bu fırladılır, 7 dəqiqədən sonra da bu fırladılır. İndi onu sübut eləmiş olacaq. 1-ə D, 2-yə B, 3-ə də B tapdıq, düzdür? Gəlin misalın həll qaydasına baxaq görək necə olmalıdır. 1-ə D, 2-yə B, 3-ə də B. Görək yeni D tapırıqmı? 2 dənə qum saatı götürürəm. Bu olsun A qum saatı, bu da olsun B qum saatı. Deməli A qum saatın 5 dəqiqəlikdir, B qum saatı 7 dəqiqəlikdir. Vaxt çox getməsin, deyəcəyim yox, olsun. Əmr verilən anda nə etməliyəm? Mən bu ikisinə çevirməliyəm, düzdür? 1-ə artıq D cavabını buradan çıxartmış oldum. Əmr verildi, 9 dəqiqəlik vaxt düzəltməliyəm bu arada. Bundan nəzərə qaçırmayın. 5-i çevirdim, qalxdı yuxarıya. Yenə də 7-ni də çevirdim, qalxdı yuxarıya. Bu A qum saatı, bu da B qum saatı. Əmr verilən anda nə baş verdi? İkisini də çevirdim. Gördünüz, həqiqətən 1-ə D. Daha sonra əsas məsələ bundan sonra başlayır ki, A qum saatından o 5 dəqiqə axır. A qum saatından 5 dəqiqə aşağı axır. Burada qalır 5, burada qalır 0. 0 yazmağa ehtiyac yoxdur. Bu oldu A qum saatı. Bu 5 dəqiqə keçən müddət ərzində B qum saatında nə baş verir? 5 dəqiqə aşağıya axır, yuxarıda qalır 2 dəqiqə. 5 dəqiqə deməli aşağı axdı, qaldı neçə dəqiqə? 2 dəqiqə. Bizim elə işləməli olduğumuz bu həmişə 2 dəqiqə vəziyyətini yaratmaq olacaq. Bunu yadda saxlayın. Mən növbəti keçəndə nə edərəm? A qum saatını fırladaram, B qum saatına dəymərəm. Niyə? Çünki A qum saatını fırlatmalıyam ki, bu 5 yuxarıya getsin, aşağıda heç nə qalmasın. Bir də burada da B qum saatına da dəymərəm ki, 2 dəqiqə oradan axsın. Çünki 5 dəqiqənin sonunda, 5 dəqiqə, məndən soruşur 5 dəqiqənin sonunda hansını çevirərsən, bir də 7 dəqiqənin sonunda hansını çevirərsən. İndi axı bu 5 dəqiqə aşağıya axdı, bura oldu, sonra 2 ilə 5 gəldi, bu isə də oldu belə 5 dəqiqə axandan sonra. Mən bundan sonra nəyi çevirməli olduğumun qərarını verəndə artıq o 2 dəqiqəni nəzərə alaraq qərar verməliyəm. Ona görə A qum saatını çevirdim, B qum saatına isə dəymədim. B qum saatına dəymədim. Deməli 5 dəqiqə artıq burada tamamlanmış oldu. 5 dəqiqənin sonunda mən hansı qum saatını çevirmiş oldum? 5 dəqiqənin sonunda 5 dəqiqəlik qum saatını çevirdim. Həqiqətən də mən 2-yə nə yazmışdım? B yazmışdım. İndi növbəti hissədə bu 5 dəqiqəni çevirmişdim axı. İndi A qum saatı, bir də B qum saatı var, düzdür? B qum saatındakı o 2 dəqiqə yuxarıdan aşağı axsın deyirəm. Axır. Onda burada qalır 0 dəqiqə, burada 7 dəqiqə. 2 dəqiqə müddət axdığına görə A qum saatına aşağı düşür 2 dəqiqə, yuxarı qalır 3 dəqiqə. İndi artıq 7 dəqiqə tamamlanıbdır. 7 dəqiqənin sonuna gəlib çatmışam. Çünki 5 dəqiqə burada tamamlanmışdı. 2 dəqiqə də axdı, gəldi artıq 7 dəqiqənin sonuna. İndi məndən soruşur 7 dəqiqənin sonunda, yəni sonraki mərhələdə nəyi çevirəcəksən? Mən deyirəm, yenə də A qum saatını çevirəcəm. Niyə? Çünki oradan da 2 dəqiqə axsa 9 dəqiqəlik vaxtı artıq düzəltmiş oluram. A qum saatını çevirirəm. Olur yuxarı 2, aşağı 3. B qum saatını isə dəymirəm. Çünki şərtdə də mötərizə qeyd edib baxın. Nəticə qum saatlarının minimum sayda çevrilməsi ilə alınmalıdır. Yəni ən az nə qədər çevirmə varsa o formada eləməsəm. Yəni boş-boşuna B-ni niyə fırladım ki? B qum saatı 0,7 olduğu kimi qalır. A qum saatını çevirirəm və bu 2 dəqiqədə aşağı axandan sonra gəlir düzəlir 9 dəqiqə. Artıq əsgər əmri icra eləyə bilər. 5 dəqiqənin sonunda da A qum saatını, yəni 5 dəqiqəlik qum saatı çevirdim. 7 dəqiqənin sonunda da mən nəyi çevirmiş oldum? Yenə də 5 dəqiqəlik qum saatını çevirmiş oldum. Ona görə 1-ə D, 2-yə B, 3-ə də B oldu. Tələbələrin beynini qarışdıran hissə nə olur burada? Necə yəni mən burada 2 dəqiqəlik, 5 dəqiqəlik dondura bilirəm? Belə bir xüsusiyyətimiz, ixtiyarımız yoxdur. Sadəcə mən izah eləyirəm deyə bunları pauza ilə olunmuş kimi hiss edirsiniz. Bunlar da bu proseslərdə əsgər dayanmadan eləyir. Yəni A qum saatının 5 dəqiqə axdı, tez çevirir 7 dəqiqəliyi, 2 dəqiqə qaldığını hiss eləyir. Sonra 2 dəqiqəliyi çevirir, burada vəziyyət yaradır. Yəni bu dediyim, pauza verə-verə izah elədiyim hissələrin hamısı pauza verilmədən olan bir hissədir. Biraz çaşdırıcı orada yaranır ki, bu necə olur axı? Bu qum saatı necə dayanır? Onun mexanizmi varmı? Dayandırmaq olurmu? Xeyr, olmur. Bu deyilən proseslərin hamısı tamamilə ardıcıl şəkildə gedir. Sadəcə məqsəd odur ki, sənin əlində olan o 5-7 dəqiqəlikdən 9 dəqiqəlik yaradırsan. O 9 dəqiqə çatmasında həmişə qalıq qalan 2 dəqiqə, 2 dəqiqədən hesablayıb çatmalısan. Bu formada çox da uzatmayacağam. Çünki nə desəm yenə eyni şeyi təkrarlamış olacağam. Başa düşməsəz təkrar bir də baxarsınız. Bu da oldu 1-ə D, 2-yə B, 3-ə də B. Bu da 50-ci yox 95-ci sualımızın, hətta ümumi olaraq da 50-ci sualımızın izahı. Bax belə. Növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. İzahlara da yaxşı baxın ki, imtahanda rastıza çıxanda çox rahat şəkildə həll edə biləsiniz.
Açıq suallarda 3-4 dənəsi bu son 92-95 hər biri mükəmməl sual idi. Eyni zamanda elə sualların içərisində də çox maraqlı, çətin rebus sualları, mətn sualları və şəkil sualları var idi. Çox da uzatmadan sağ olacaq. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.